إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله الذي بلغ الرسالة وأدى الأمانة ونصح الأمة وجاهد في الله حق جهاده حتى أتاه اليقين. اللهم صل وسلم وبارك على نبيك محمد وعلى آله وصحبه والتابعين واجعلنا ممن تبعه في الدنيا أتم اتباع واجعلنا من الذين شربوا من حوضه الكريم. اللهم اجعلنا ممن تبع محمدا صلى الله عليه وسلم لا غيره يا كريم آمين. Sabil-i Raşad kitabında taharet bölümünden hadisleri okumaya devam edirik. Növbəti hadisimiz Bismillahirrahmanirrahim. Haddesena Yahya anil Evza'i Haddesena Az-Zuhri an Ubeydillah ibn Abdullah ibn Utbe ibn Mes'ud an ibn Abbas radıyallahu anhuma enne Resulullah sallallahu aleyhi ve selleme şeribe lebenen femazmad ve kal inne lehu desema. Akhracahu İbn Abi Şeybe ve Ahmed ve Abd ibn Humeyd ve Bukhari ve Müslim ve Abu Davud ve İbn Maceh ve Tirmizi ve Nesai ve Abu Ya'la ve İbn Huzeyme ve İbn Hibban ve Beyhaqi. İsnattaki Yahya İbn Sa'idin el-Qattan ma'ruf, meşhur birisidir danışmış hakkında. Evza'i Abdurrahman İbn Amr İbn Abi Amr الأوزاعي أبو عمرو الفقيه ثقة جليل من السابعة مات سنة 57 و100. Evza'i meşhurdur rahmetullahi aleyh. Abdurrahman İbn Amr İbn Abi Amr el-Evza'i fakih, thika, celil, yani güvenilen şanı değeri uzak olan bir alimdir. 7. tabakadandır. Ölüm tarihi 157. yıl. Az-Zuhri, Muhammed ibn Muslim ibn Şehab Az-Zuhri danışmış hakkında büyük imamdır, alimdir. Ubeydillah ibn Abdullah ibn Utbe ibn Mes'ud danışmış hakkında. Abdullah ibn Abbas el-Quraşi el-Haşimi meşhurdur, sahabedir. Resulullah aleyhissalatu vesselamın emrisi oğludur. Deyir ki Resulullah aleyhissalatu vesselam süd içti ve ağzını yakaladı ve dedi ki şüphesiz ki onun desem, yani desem südün üzerinde olan yağına veya qaymağına deyilə bilər. Yani onu zikr edir ki aleyhissalatü vesselam, yani onda belə şey vardır. Burada bu hadisi zikr ettik. Daha sonra mesela deyə bilərik ki Tirmizi Süneninde bu hadisi zikr ettikten sonra deyir ki hâzâ hadîthun hasanun sahih ve kad ra'a ba'du ahlil ilmil mazmadata minel leben. وهذا عندنا على الاستحباب ولم يرى بعضهم المضمضة من اللبن. Cami' Tirmizi 89. Deyir ki bu hasan sahih hadistir. Bazı elm əhli süd içdikdən sonra ağzı yaxalamağı yani lazımlı bilmişlərdir. Ra'a ba'duhu ba'du, yani bu deməkdir. Yani bazı elm əhli bunu belə görmüşdür. Yani ra'adan qəsd yani lazım bilmişlerdir. Şimdi onların lügatına göre istihbab ve sair zikr olunmur. Ve Tirmizi deyir ki bu bizim yanımızda, bizde bu istihbab babındandır. Yani ki müstehəblik babındandır. Müstehəbliyə de verilen tarif budur ki etsen savabdır, etmesen terk etsen. Yani bizim, yani İslam dil lügatıyla desək asi olsan da yani bir problem yoktur. Deyir ki bazıları ise, bazı elm əhli ise süd içdikdən sonra ağzı yaxalanmağın yani lazım olmadığını zikr etmişlerdir. Cami' Tirmizi'de 89. hadis. Hakeza yuqabalu hadithun nebiyyi aleyhissalatu vesselam ve leyse fi hadal hadisi fehasib. Bel fi ammeti ahadithihi aleyhissalatu vesselam. Vallahu Teala indema akhada ala ibadihi'l mu'minina el-ahda ve'l-mithaq iştarata aleyhimus sem'a ve't-ta'a. واذكروا نعمة الله عليكم وميثاقه الذي واثقكم به إذ قلتم سمعنا وأطعنا واتقوا الله إن الله عليم بذات الصدور. Resulullah Aleyhisselatü Vesselam'ın hadisleri belə qarşılanır. Təkcə bu hadisdə deyil,
Bütün hədislərində demək olar ki, belə bir münasibət vardır. Kimisi Rasulullah sallallahu əleyhi və səlləm etdiyi əməlin etmək lazım olduğunu, kimisi bunun müstəhəb olduğunu, kimisi bunun ümumiyyətlə gərəkli olmadığını demişdir. Yəni Subhanallahil azim, Rasulullah aleyhissalatu vesselam nə deyirsə, müsəlmanın deyə biləcəyi iki kəlmə vardır. Səmi'na və ata'na. Əv səmi'tu və ata'tu, eşitdik, itaat etdik və eşitdim, itaat etdim. Bunlar isə nə deyirlər? Kimisi lazımlıdır deyir, kimisi müstəhəbdir deyir, kimisi lazım deyildir deyir. Halbuki Allah Azze ve Celle buyurur ki, Allahın sizə olan nemətlərini xatırlayın və həmçinin sizin yəni güvənliklə, yəni güvənərək, söz verərək verdiyiniz əhdinizi, sözünüzü xatırlayın ki, bir zaman demişdiniz ki, eşitdik və itaat etdik. Allahdan qorxun. Həqiqətən Allah sinələrin özündə olanları bilir. Yəni bu səmi'nə və ata'nə deyəndən sonra bu söz nədir bəs? Kimiləri lazımdır deyir, kimiləri müstəhəbdir deyir, kimiləri isə lazım deyil deyir. وانظر كيف أقر الترمذي بأن الحديث حسن صحيح وبموجب هذا العقد كان عليه أن يقول كلمتين اثنتين وهما سمعنا وأطعنا ثم يسكت. Yani Tirmizi yani özü iqrar edir ki, bu hadis hasan və sahih hadisdir. Və bu sözün gərəyi bu deməli ancaq iki kəlmə deyə bilərdi. Eşitdi və itaat etdik, sonra susmalıydı. أما أن يقول وقد رأى بعض أهل العلم المضمضة من اللبن فهذا لا يعني المسلمين في شيء رأوا أو لم يروا والله لم يرسل لنا أهل العلم أو بعضهم ليشرعوا لنا من الدين ما لم يأذن به الله. Yəni bu osbus belə demək ki, bəzi elm əhli süd içməkdən sonra da ağzı yaxlamağı lazımını bilmişlər. Bəziləri bilməmişdir. Müsəlmanlara aid olan heç bir şey yoxdur burada. Allah Azze ve Celle bizlərə samadan elm əhli göndərməmişdir və elm əhlinin bəzisini göndərməmişdir ki, bizdə bizim üçün dində Allahın izin vermədiyi şeyləri təşkil etsinlər. Allah Azze ve Celle bizlərə Rasul göndərmişdir. Onun da ismi bəllidir, soyu bəllidir, nəsəbi bəllidir, kimliyi bəllidir. Muhammed ibn Abdullah sallallahu aleyhi və səlləm. Sonra isə və hədə indənə aləl istihbab deyir. Bu bizim yanımızda bizə görə müstəhəb babındandır. Və ləm yəqul lənə tirmiziyyü indəhum əyn. Tirmizi demədi ki, yəni onlarda hardan gəlmişdir, hardan aldılar bu hökmü ki, istihbab. Və həl hunəkə dinun qayrulləzi cəə bihi Muhammed. Yəni Muhammed sallallahu aleyhi ve sellemin gətirmədiyi başqa bir din mi vardır? Hətta yətəhəvvələl İslamu ilə əhkamin indənə və əhkamin indəkum və əhkamin indəhum. Hətta o vaxta qədər ki, yəni belə bir genişlik var mıdır ki, bizim yanımızda, sizin yanınızda, onların yanında, yəni bizə görə, sizə görə. ثم جاء الترمذي على آخر الضلال وآخر الضلال المبين فقال ولم يرى بعضهم المضمضة من اللبن. نعم محمد الذي بعثه الله حجة على خلقه وتلقى الوحي عن رب العالمين شرب لبنا فتمضمض. وجاء الترمذي ببعضهم من الذين تلقوا الوحل عن الشيطان فلم يروا المضمضة من اللبن. فاحذر أيها المسلم فسوف تقابلك آلاف الأمثلة عقب أحاديث النبي صلى الله عليه وسلم كلها تحاول جاهدة صرفك عن اتباعه والاستهانة بأمره ونهيه عليه الصلاة والسلام فاسمع له وأطع وذرهم في طغيانهم يعمهون. Sonra isə Tirmizi bu sözlərinin sonunda açıq sapıqlığın ən uca pilləsini zikr edir və deyir ki, bəziləri süd içdikdən sonra ağzı yaxlanmağı lazım bilməmişlərdir. Bəli, Muhammed sallallahu aleyhi və səlləm o Muhammed ki, Allah Azze ve Celle onu məxluqat üzərinə hüccət olaraq göndərmişdir və vəhidə Rabbul Alemindən almışdır. O Muhammed aleyhissalatu vesselam süd içmiş və ağzını yaxalamışdır. Tirmizi isə burada deyir ki, bəziləri belə gördülər, bəziləri elə gördülər. Ey müsəlman, ey muslim, ey Allahın təkliyinə və onun Rasulunun Muhammed olduğuna şahidlik edən muslim bütün bunlardan uzaqdır. Bütün bunları tərk et. Bırax onları öz azğınlıqlarında çabalasınlar. Və axtum
بقول الرحمن الرحيم وما كان لمؤمن ولا مؤمنة إذا قضى الله ورسوله أمرا أن يكون لهم الخيرة من أمرهم ومن يعص الله ورسوله فقد ضل ضلالا مبينا. Heç bir mümin kişi və qadının ixtiyarı yoxdur ki, Allah və Rasulü bir hökm verdikdən sonra seçim etsinlər. Kim Allaha və Rasuluna asi olmuşdursa, artıq açıq bir sapıqlıqla sapmışdır. Yəni, burada çox sadə, bəsit bir şeydir. Hər hansı bir müsəlman öz həyatında nə zaman ki süd içdi, ondan sonra ağzını yaxalayacaq, ondan da iş bitdi. Müstəhəbdir, qeyri-müstəhəbdir, bu müsəlmanı bağlayan məsələlər deyil. Bəbul madmadati minəs-saviq. Bismillahirrahmanirrahim. Həddəthənə Abdullah ibn Məsləmə an Malik, an Yahya ibn Sa'id, an Buşeyr ibn Yasar, ənə Süveydə ibn Nu'man əxbarə, ənəhu xarəcə ma'an Nəbiyyə sallallahu aleyhi və səlləmə əm Xeybər, həttə izə künnə bis-sahbə وهي من أدنى خيبر صلى العصر ثم دعا بالأزواد فلم يؤت إلا بالسويق فأمر به فثري فأكل وأكلنا ثم قام إلى المغرب فمضمض ومضمضنا ثم صلى ولم يتوضأ. أخرجه مالك والحميدي وابن أبي شيبة وأحمد والبخاري وابن ماجه والنسائي وابن حبان والطبراني والبيهقي. Abdullah ibn Məsləmə el-Qa'nabi tanışmışıq haqqında güvənilən ravidir. Malik ibn Anas el-Asbahi Əbu Abdillah İmam-ı Darül Hicrə tanınan birisidir. İmam Malik deyə məşhurdur. Yahya ibn Sa'idin el-Qattan məşhur hədis alimidir, güvənilən birisidir. Buşeyr ibn Yasar el-Harithi Mevlel Ansar Mədəni Thiqatun Faqih minəs-Salisə üçüncü təbəqədən olan güvənilən bir ravidir. Süveyd ibn Nu'man radiyallahu anhu sahabədir. Xəbər verir ki, deyir ki, Rasulullah sallallahu aleyhi və səlləm bərabər Xeybər ilində çıxdıq. Biz sahbə deyilən, yəni Xeybərdə daha aşağıda olan bir yerdə, orada deyir idik. Rasulullah aleyhissalatu vesselam əsr namazını qıldı. Sonra azuqə yemək gətirilməsini çağırdı, gətirilməsini buyurdu. Ancaq saviq gətirdilər. Saviq da arpadan və ya buğdadan olan, yəni hazırlanan bir yeməkdir və Rasulullah əmr eləyir ki, ona su töksünlər üstünə. Yəni, belə deyək də, un halında, quru halda olan bir yeməkdir. Sonra ona su tökülür ki, yəni yeməyə uyğun olsun. Sonra deyir, yedi, biz də yedik. Sonra qalxdı məğrib namazını qılmağa, ağzını yaxaladı, biz də ağzımızı yaxaladıq. Sonra namaz qıldı və dəstəmaz almadı. Hədisi Malik, Hümeydi, İbn Əbi Şeybə, Əhməd, Buxari, İbn Məcə, Nəsai, İbn Hibban, Tabarani və Beyhaqi rivayət eləyiblər. Burada sahabənin radiyallahu anhum cəmiən sözünə baxın. Deyir ki, fəəkələ və əkəlnə. Yedi, biz də yedik. Sonra qalxdı məğribə, ağzını yaxaladı, biz də ağzımızı yaxaladıq. Sonra namaz qıldı və dəstəmaz almadı. Yəni, fikir verin, heç bir sorğu, sual, heç bir araşdırma yoxdur. Rasulullah s.ə.v nə eləyirsə, onu eləyirlər. Ağzını yaxalayıb, ağzını yaxalayır. Soruşmur, ya Rasulullah, müstəhəbdir, sünnətdir, vacibdir, məndubdur, tərk eləsəm nə olar, yaxalamasam dindən mi çıxıram, yaxalamamaq küfürdürmü, nəsə, heç bir şey soruşmadılar. Rasulullah s.ə.v söz vermişlər, sözdən əməllədilər. Səmi'nə və ata'nə. Bəbu tarkil madmadati vəl-vudu'i min əklil lahm. Bismillahirrahmanirrahim. Həddəthənə Abdullah ibn Yusuf. Qalə əxbərənə Malik. An Zeyd ibn Əsləm. عن عطاء بن يسار عن عبد الله بن عباس رضي الله عنهما أن رسول الله صلى الله عليه وسلم أكل كتف شاة ثم صلى ولم يتوضأ. أخرجه مالك وأحمد والبخاري ومسلم وأبو داود والنسائي وابن خزيمة وابن حبان والطبراني والبيهقي. Abdullah ibn Yusuf Ət-Tinnisi güvənilən ravidir. Danışmışıq haqqında. Malik ibn Anas, Zeyd ibn Əsləm danışmışıq haqqında. Ata ibn Yasar həmçinin, Abdullah ibn Abbas radiyallahu anhuma deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem qoyunun, burada yəni kətif normalda çiynə deyirlər, yəni bu qoyunun qolunu, yəni və yaxud da budunu yedi və deyir, dəstəmaz almadı. Hədisi Malik, Əhməd, Buxari, Muslim, Əbu Davud, Nəsai, İbn Xuzeymə, İbn Hibban, Tabaran və Beyhaqi rivayət etmişlərdir. Hədisdə diqqətə şayan məqamlardan biri də odur ki, yəni Rasulullah aleyhissalatü vesselamın süd içdikdən sonra
ağzını yaxalamasını və deməsinin ki, onun yağı vardır, və yaxud da ki, onun qaymağı vardır. Bəziləri demişlərdir ki, bu dində ixtilaf eləməyə həris olanlar, illət odur ki, onu yağlıdır, yağ var, ona görə də yaxalamaq lazım gəlir. Yağı yoxsa yaxalamağa ehtiyac yoxdur. Yəni, əgər illət ilə olmuş olsaydı, o zaman qoyun əti daha yağlıdır. O zaman niyə onu yedikdən sonra ağzını yaxalamalı? Deməli, süd içəndə ağzı yaxalamaq lazımdır. O buğday yeməyini yeyəndə ağzı yaxalamaq lazımdır. Əti yeyəndə isə yaxalamağa ehtiyac yoxdur. Kimsə ağzını yaxalayarsa, yuyarsa, təmizlik babından və s. bunu şəriət qadağan eləməyib. Önəmli olan Rasulullah aleyhissalatü vesselam'a itaat etməkdir. Qeyd şərtsiz. Önəmli olan budur. Növbəti hədisimiz Bəbul Məshə aləl xuffeyn. Digər bir mövzu keçirik Təharat kitabında. Bu da xuflar üzərində məsdir. Bismillahirrahmanirrahim. Əxbarana Qutaybət ibn Sa'id qalə hədəthənə Leys ibn Sa'd ən Yahya ən Sa'd ibn İbrahim ən Nafi' ibn Cübeyr ən Urvətə ibn el-Mughirə عن أبيه المغيرة عن رسول الله صلى الله عليه وسلم أنه خرج لحاجته فاتبعه المغيرة بإداوة فيها ماء فصب عليه حتى فرغ من حاجته فتوضأ ومسح على الخفين. أخرجه الحميدي وأحمد والدارمي والبخاري ومسلم وابن ماجه وأبو داود والترمذي والنسائي وابن خزيمة وابن حبان. Qutaybə ibn Sa'id, Leys ibn Sa'd, Yahya, Sa'd ibn İbrahim, bunların haqqında danışmışıq inşallah, hamısı güvənilən ravilərdir. Nafi' ibn Cübeyr, ibn Mu't'im Nəvfəli, Əbu Muhammed və Əbu Abdillah Əl-Mədəni, Thiqatun Fadil, güvənilən fəzilət sahibi birisidir, sahabə oğludur, yəni Cübeyr ibn Mu't'im sahabədir. Üçüncü təbəqədəndir, ölüm tarixi 99-cu il, Urvə ibn el-Mughirə, o da sahabənin oğludur, yəni Mughirə ibn Şü'bənin oğludur. Thaqafi, güvənilən birisidir, Kufəlidir. Üçüncü təbəqədəndir. Ölüm tarixi 90-cı illərdən sonradır, sayılır. Atası Mughirə ibn Şü'bə radiyallahu anh sahabədir. Deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem təbii ehtiyacını dəf etmək üçün deyir, kənara çıxdı. Mughirə deyir, mən də onun dalında getdim. Bir qabla, əlində dəridən olan bir qablar idava, yəni kiçik bir qabla, içində su olur. Deyir, su tökdü ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dəstəmazı, yəni ehtiyacını dəf etdikdən sonra dəstəmaz alması üçün su tökdür və deyir, tökdüm, dəstəmaz aldı və xufların üzərinə məhz çəkdi. Hədisi Hümeydi, Əhməd, Darimi, Buxari, Muslim, İbn Məcə, Əbu Davud, Tirmizi, Nəsai, İbn Xuzeymə və İbn Hibban rivayət etmişlərdir. Növbəti hədis Bismillahirrahmanirrahim. Həddəsənə Ədəm, qalə həddəsənə Şü'bə, anil A'maş, qalə səmi'tu İbrahim, yuhəddisu an Həmmam ibn el-Harith, qal رأيت جرير بن عبد الله بال ثم توضأ ومسح على خفيه ثم قام فصلى فسئل فقال رأيت النبي صلى الله عليه وسلم صنع مثل هذا. قال إبراهيم فكان يعجبهم لأن جريرا كان من آخر من أسلم. وفي رواية عن حمام بن الحارث قال رأيت جرير بن عبد الله يتوضأ من مطهرة المسجد الذي يتوضأ منها العامة ثم يمسح على خفيه فقيل له أتفعل هذا؟ قال وما يمنعني وقد رأيت رسول الله صلى الله عليه وسلم يمسح على خفيه. قال إبراهيم فكان هذا الحديث يعجب أصحاب عبد الله لأن إسلام جرير كان بعد نزول المائدة. وفي رواية عن حمام بن الحارث قال بال جرير ثم توضأ ومسح على خفيه فقيل تفعل هذا؟ فقال نعم رأيت رسول الله صلى الله عليه وسلم بال ثم توضأ ومسح على خفيه. قال الأعمش قال إبراهيم كان يعجبهم هذا الحديث لأن إسلام جرير كان بعد نزول المائدة. وفي رواية أن جريرا بال قائما ثم توضأ ومسح على خفين ثم صلى فسألته عن ذلك فذكر عن النبي صلى الله عليه وسلم أنه فعل مثل ذلك. أخرجه الطيالسي والحميدي وابن أبي شيبة وأحمد والبخاري ومسلم وابن ماجه والنسائي وابن الجارود وابن خزيمة وابن حبان وأبو عوانة والطبراني والدارقطني والبيهقي. Deməli, birinci hədisimiz Ədəm ibn Əbi İyas danışmışıq haqqında. Şü'bə ibn Həccac məlumdur. A'maş Süleyman ibn Mihran
Məşhurdur. İbrahim İbn Yazid İbn Qays İbn Əl-Əsfəd Ən-Nəxai. İbrahim Ən-Nəxai adı ilə məşhurdur, fəqihdir, güvənilən birisidir. Lakin çox irsal edən bir ravidir, 5-ci təbəqədəndir. Lakin burada irsal etməmiş təbii ki. Həmmam İbn Harith İbn Qays İbn Amr Ən-Nəxai, o da Nəxai soyundandır deyək. Küfəlidir, güvənilən abid birisidir, 2-ci təbəqədəndir, ölüm tarixi 65-ci il. Deyir ki, Cərir İbn Abdullah radiyallahu anh deyir, gördüm, deyir, kiçik bayıra getdi, sonra isə dəstəmaz aldı və xoflarının üzərinə məhz çəkdi. Sonra qalxdı və namaz qıldı. Soruşuldu. Dedi ki, Rasulullah sallallahu aleyhi ve sellem'i belə edərkən gördüm. İbrahim deyir ki, bu onların xoşuna gəlirdi. Çünki Cərir lap sonda müsəlman olan sahabələrdən idi. Yəni ki, inşallah axırda bunun səbəbini zikr edik ki, nəyə görə belə deyilir və nəyə görə xoşlayırlar bu hədisi. Başqa bir rivayətdə isə Həmmam ibn Harith deyir ki, Cərir ibn Abdullahı deyir, gördüm. Məsciddə hamının dəstəmaz aldığı bir qabdan dəstəmaz aldı. Sonra xofların üzərinə məhz çəkdi və ona deyildi ki, sən belə edirsən, təzyibləndirlər yəni. Deyir ki, mənə nə mani olur ki, belə etməyə? Rasulullah sallallahu aleyhi ve sellem belə edərkən, yəni xofların üzərinə məhz çəkərkən gördüm. İbrahim deyir ki, bu hədis onların xoşuna, Abdullahın əshabının xoşuna gəlirdi. Çünki Cərir ibn Abdullahın İslam'a girməsi Maidə surəsinin nazil olmasından sonra idi. Digər bir rivayətdə isə yenə Həmmam ibn Harith deyir ki, Cərir deyir, Sidiyə getdi, sonra isə dəstəmaz aldı və xoflarına məhz çəkdi və deyildi ki, belə edirsən, dedi ki, bəli, Rasulullah sallallahu aleyhi və səlləmi gördüm, Sidiyə getdi, sonra dəstəmaz aldı və xofları üzərinə məhz çəkdi. Əmaş deyir ki, İbrahim dedi ki, bu onların xoşuna gəldi bu hədis, çünki Cəririn İslamı Maidənin nazil olmasından sonra idi. Digər bir rivayətdə isə Cərir qalxdı və Cərir ayaq üstə Sidiyə getdi, sonra dəstəmaz aldı və xoflarının üzərinə məhz çəkdi və namaz qıldı və ondan soruşdum bu haqda. Dedi ki, Rasulullah sallallahu aleyhi ve sellem bu etdiyi kimi etmişdir. Hədisi Tayalisi, Hümeydi İbn Əbi Şeybə, Əhməd, Buxari, Muslim, İbn Macə, Nəsai, İbnül Cərud, İbn Xuzeymə, İbn Hibban, Əbu Avanə, Tabarani və Daraqutni və Beyhaqi rəvayət etmişlərdir. Bu hədislərdə fikir versəniz, hamısında yəni inşallah Rasulullah aleyhissalatü vesselamın xoflarının üzərinə məhz çəkməsi zikr olunur və sahabəyə fikir verin, deyir ki, mənə nə mani olur belə etməyə, Rasulullah aleyhissalatü vesselamı belə edərkən gördüm. Yəni mücərrəd olaraq görməsini dəlil alaraq buna əməl eləyir və heç bir hökm axtarmır, müstəhəbdir, məkruhdur, məndubdur və s. sünnətdir, vacibdir, fərzdir, fərdül kifayədir, fərdül ayindir, tərk etsəm nə olur, tərk eləməsəm nə olur və s. heç bir şey araşdırmır. Və heç kim də soruşmur ki, bəs alimlər nə dedilər və s. heç bir şey soruşmur. Və fikir verin ki, burada Cərir ibn Abdullah radiyallahu anh deyir, ayaq üstə, son rivayətdə baxsanız, yəni Cərirən bələ qaimə, ayaq üstə Sidiyə getdi. Bu da bir daha dər göstərir ki, yəni bu nəhy olunan bir şey deyildir. Digər bir rivayət, Həddəsənə Yahya ibn Sa'id an Şu'bə, qalə həddəsənil Həkəm, anil Qasim ibn Muxaymirə, عن شريح بن هاني قال سألت عائشة عن المسح على الخفين قالت سأل علي بن أبي طالب فإنه كان يسافر مع رسول الله صلى الله عليه وسلم فسألته فقال للمسافر 3 أيام وليالهن وللمقيم يوم وليلة وفي رواية عن النبي صلى الله عليه وسلم في المسح على الخفين قال للمسافر 3 أيام وليالهن وللمقيم يوم وليلة أخرجه الحميدي وابن أبي شيبة وأحمد والدارمي ومسلم وابن ماجه والنسائي وأبو يعلى وابن خزيمة وابن حبان. İnşallah burada bu hədislərdə isə mövzu məsələ müddəti ilə bağlıdır. Yahya ibn Sa'id el-Ansari danışmış haqqında, Şu'bə həmçinin Həkəm ibn Uteybə, Əbu Muhammed el-Kindi el-Kufi, thiqətun sabtun faqih. İllə ənəhu rübbə mədəlləs minəl xamisə. 5-ci təbəqədə olan, çox az yəni tədris eləyən, güvənilən fəqih bir ravidir, kufəlidir. Qasim ibn Muhammed ibn Muxira, Qasim ibn Muxaymirə, Əbu Urvə el-Həmdani el-Kufi, Nəzilü Şəm, thiqətun fadil minəl thalitə. Mətə sənətə 100. 100-cü ildə ölüb, 3-cü təbəqədəndir. Fəzilət sahibi, güvənilən bir ravidir. Şüreyh ibn Hani muhadramdır, güvənilən birisidir.
Sidistan'da öldürülmüştür. Deyir ki, Ayşədən soruşdum radiyallahu anha, müminlərin anası, xoflar üzərində məhz barəsində. Dedi ki, Əli ibn Əbi Talibdən soruş. O deyir, Rasulullah Aleyhisselatü Vesselam'la bərabər səfərlər çıxardı. Soruşdum, dedi ki, Əli ibn Əbi Talib radiyallahu anhu, misafir üçün 3 gün və 3 gecə, muqim üçün isə 1 gün və 1 gecədir. Digər bir rivayətdə isə Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, misafir üçün 3 gün və gecəsi ilə birlikdə, muqim üçün isə 1 gün və 1 gecə. Hadisi Hümeydi İbn Əbi Şeybə, Əhməd, Darimi, Muslim, İbn Məcə, Nəsai, Əbu Ya'la, İbn Xuzeymə və İbn Hibban rivayət etmişlərdir. Və 1 gün və 1 gecə, yəni günün sonu bilirsiniz ki, məğrib namazının girməsi ilə yəni bitir. Səhərin açılması ilə gün başlayır və məğribin girməsi ilə gün bitir. Yəni 1 gün və 1 gecə və məhsin müddəti çox ixtilaf etmişlərdir. Lakin məhsin başlanması xofun geyilməsi, corabın geyilməsi ilə başlayır. Yəni corab geyildiyi vaxtdan hesablanır ta ki 1 gün və 1 gecə muqim üçün, 3 gün və 3 gecə isə misafir üçündür. Və diqqət etsəniz, biz burada o hədis ki, Muğirə bin Şəbədən vəliyyədən rivayət olunur. Muğirə deyir ki, mən əyildim ki, xoflarını çıxardım. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, "Da'huma fa inna adxaltuhuma tahiratayn." Onlara dəymədir, onları buraxma, onları təmiz halda geyinmişəm rivayətləri. Yəni o rivayətlərin bütün hamısının məcmusu, yəni toplanıb hamısını bir yerdə baxdıqda sənəd və mətnlərində yəni çox ittiraf vardır. Yəni sənəd və mətndə qarışıq bir rivayətdir. Gah o sənədlə, gah bu sənədlə, sənəddə ravilər bir-birinə qarışdırılır, mətndə sözlər bir-birinə, yəni yerləri dəyişdirilir və s. Buna ittirab deyirlər. Ona görə də inşallah yəni bu hədis səhih deyildir. Dolayısıyla da yəni belə bir şərt yoxdur. Təmiz halda geyinmək. Yəni fərq etməz, dəstəmazı olduğu halda geyinmiş və ya dəstəmazsız halda geyinmişdir. Fərq etmir inşallah. Çünki elə bir şərt deməyə dəlilimiz yoxdur. Bu hədis də səhih deyildir. Allahın doğrusunu bilir. Və axiru da'vanan elhamdülillahi rabbil alamin.